Yeni bir vlogdan herkese salamlar. Hal-hazırda işdən çıxmışam. Hava buz kimidir. Çox soyuqdur və buna baxmayaraq mən sizin üçün vlog başlatdım. Elə təzəcə işdən çıxmışam. Kamranla görüşməyə gedirəm. Sonra bir yerdə mətbəx üçün su krantı almağa gedirik. Qızlar, deməli dünənlərin başımıza iş gəlib. Kamran mənə dedi ki, sən get videonu editlə. 1-2 dənə qab qalıb. Onları sənin üçün mən yuyacağam. Üstündən 5 dəqiqə keçmişdi ki, Kamran qışqıra məni çağırdı ki, gəl. Bəs krant partladı. Düzdür, biz mətbəxi təmir eləyəndə elə su krantın quraşdıran usta demişdi ki, krant o qədər də keyfiyyətli deyil, amma biz onu Moykan aldığımız yerdən almışdıq. Dediyi eybi yox, müvəqqəti istifadə eləyək, daha sonra lazım gələrsə dəyişərik. Amma bu qədər tez dəyişəcəyimizi düşünmürdüm. Ki, qızlar, o krantı da burada köhnənin şəklini yerləşdirirəm, baxarsınız. Su krantları üçün Omidə, Alfaya, Netə, yəni bir neçə dənə Əhməd Rəcəbdə yerləşən mağazalar gəzdik. Nəhayət Alfadan 40 manata belə bir krant aldıq. Çox keyfiyyətli görünür. Ümid edirəm ki, uzun müddətli olar. Qızlar, bir daha salam. Biz Kamranla nəhayət evə gəlib çıxa bildik. Yollar dəhşət probkaydı. Bu arada sorsanız ki, niyə krant almağa Əhməd Rəcəbliyə getmişdiniz? Əslində Vasmoyda və yaxud da Sədrətdə daha ucuz qiymətlədir bilirəm. Sadəcə olaraq biz krantsız artıq gün keçirə bilməzdik. İşdən də çıxanda bizdə hardasa saat 7 falan olur. İşdən çıxıb biz Kamranla görüşənə qədər o vaxtda nə Vasmoy qalır, nə də Sədrə. Həftə sonunda da hələ çox var idi deyə gözləmək istəmədik o qədər də. Nəysə, keçək indi. Biz nəhayət evə gəlib çıxdıq və mən evə gələn kimi ilk iş əynimi dəyişirəm. Daha sonra isə mütləq şəkildə üzümü təmizləməliyəm, yoxsa narahat oluram. Mən normalda üz yumaq üçün əgər günlük makiyajsa, adicə işə gedib gəlmişəmsə, La Roche-Posay'nin üz yuma gelinə istifadə edirəm. Yox, əgər hər hansı bir məclis, toy və yaxud da ağır makiyaj tələb edən bir yerdən gəlirəmsə, öncə yağla makiyajımı yumşaldıram, tam olaraq üst təbəqəni təmizləyirəm, daha sonra isə yenə də üz yuma geli ilə köpürtüb yuyuram. Ümumiyyətlə qızlar, misillər su ilə də üzünüzü silə bilərsiniz, sözsüz, amma mənə o qədər də dərindən təmizləyilmiş kimi gəlmir. Mənim üçün ən azından köpürdərək yumaq belə içimi elə bir ki, rahatladır ki, mənim üzüm təmizdir. Amma təbii ki, onunla da təmiz olmaq. Yenə də tonikdən də istifadə eləməlisiniz üzərindən, əgər yaxşı bir dəriniz olsun istəyirsinizsə. Bu o demək deyil ki, siz bunları eləyəsiniz, amma sizin üzünüzdə heç vaxt qara nöqtə ya da səpki olmayacaq. Çünki tək faktorlar bunlar deyil. Tək faktor üzümüzü təmizləmək olsaydı nə var idi ki? Ümumiyyətlə səpkidə hormonlar, qida, stres, yuxusuzluq, çox şey rol oynayır. Əgər ən əsası bunu deməliyəm, yeniyetməsinizsə və özünüzdə səpkilər varsa qəti narahat olmayın. Əlbət keçəcək. Keçməsə də müalicəsi var. Hər şeyin olduğu kimi bunun da müalicəsi var və siz o müalicəyə gəlsiniz, keçib gedəcək. Amma bir nömrəli qızıl məsləhət odur ki, qətiyyən sıxmayın. Qızlar, mən də sizin kimi yeniyetmə olmuşam. İndi hal-hazırda yeniyetmələrdən söhbət gedir, amma hər kəsə aiddir bu. Qətiyyən öz səpkilərinizi sıxmayın. Mən bu səhv eləmişəm. Səpkimi sıxmışam və mənim üzümdə baxsaz, diqqətlə burada çuxur var. Bəlkə də başqa çuxurlarım da var. Sadəcə olaraq mənim əsas gözümə batan və kompleks elədiyim odur. Onun üçün düzdür, yaxın zamanlarda kosmetoloqa gedib nəsə bir prosedur elətdirməyi düşünürəm. Amma nəysə elətdirsəm də bunun üstündən bölüşəcəm. İndi isə gələk təkrar üz təmizliyinə. Hal-hazırda üzümü La Roche-Posay'nin üz yuma geli ilə yuyacağım. Yağa ehtiyac yox, dediyim kimi bu gün gündəlik makiyaj eləmişəm sadəcə. La Roche-Posay həqiqətən də çox bərəkətli məhsuldur. Mən 400 millisini alıram hər dəfə. Səhv eləmirəmsə Trendyolda endirmə girəndə 30-35 manat arası olur. Endirimdə mütləq alın. Hətta mən stoklamağı planlaşdırıram. Düzdür, məndə hələ 3də 1-i qalıb, amma istəyirəm ki, indidən alım, stokluyum. Bitsə əlimin altında olsun. Yəni o mənim səpkilərimi azalmağında mənə çox kömək elədi. Düzdür, indi deyə bilərsiniz ki, üzümdə burada səpkilərim var, xırda. Amma bu normaldır. Dönəm-dönəm olan səpkilərdəndir. O da keçib gedəcək. Sıxmıram, əl vurmuram. Həmişə elədiyim qaydada üz təmizliyimə riayət edirəm, bu qədər. Bir də sizə növbəti məsləhət. Mütləq şəkildə üzünüzü bir dəfə istifadəli salfetlərlə silin.
Soruşsanız ki niyə? Bu ona görədir ki, bir dəfə istifadəli salfetlər sizin üzünüzdə olan mikrobları özünə çəkir və tullayır. Amma ola bilər ki, özünüzün şəxsi dəsmalınız olsun, bu yenə də işə yaramır. Həm də dəsmal nə qədər sizə də aid olursa olsun, sizin üzünüzdəki mikrobun bugünkündən sabahkına dəyişməsinin zəmanəti yoxdur. Ona görə də ən gözəli bir dəfə istifadəli salfetlərdir. Bunu mənə bir kosmetoloq demişdi. O gün bu gündür mən belə istifadə edirəm. Mən ümumiyyətlə Zepurestin məhsullarını çox bəyənirəm. Amma mənim dərim yağlı dəridir, səpkiyə meyilli dəridir, həssas dəridir. Ona görə də mən bu növündən istifadə edirəm. Yağ balanslaşdırıcı tonik. Mən burnumdan başlayıram, amma bunun heç bir əhəmiyyəti yoxdur. Hər kəs individual edə bilər. Sizə demək istədiyim növbəti şey, əsla üzünüzü aşağıya doğru silməyin. Çünki yer çəkimi deyilən bir gerçəkliyi var və biz yaşa dolduqca üzümüz onsuz da aşağıya doğru enməyə başlayır. Və siz hər dəfəsində üzünüzü yuyanda və quruyanda, eyni zamanda tonik çəkəndə və yaxud da krem, fərqi yoxdur, mütləq şəkildə yuxarıya doğru edin. Bu bəlkə də sizə adi bir hərəkət kimi görünə bilər, amma bunu vərdiş halına gətirəndə effektini görəcəksiniz. Əslində üz yoqaları o qədər xeyirdir ki, üzdən sadəcə olaraq mən əlincəklik eləyib onu eləmirəm. Amma çox istəyirəm ona başlamaq. Bu yaxınlarda bu arada kosmetoloqa getmişdik və o mənə çənə dolğusu məsləhət gördü. Çünki mənim üzüm gördüyünüz kimi biraz ətlidir, toppuşdu. Tam yumru sifətim var, amma o mənə dedi ki, əslində sənə çənə dolğusu eləsək, belə biraz çənə dolğusu eləsək, üzün daha incə və uzun sov görünəcək. Siz nə düşünürsünüz bu haqda? Sizcə elətdirməliyəm? Həftədə 2 dəfə üzümə serum və yaxud maska istifadə edirəm, amma bugün o günlərdən deyil. O günlərdən birində mütləq şəkildə sizə bölüşəcəm. İndi isə sadəcə üzümü, gözümü və dodaqlarımı nəmləndirəcəm. Üzümü nəmləndirdiyim nəmləndirici krem konu nəmləndiricisidir. Su balanslıdır, çox bəyənilir. Sinozun göz kremi. Mənim elə bir göz problemim yoxdur, nə qırış, nə qaralıq. Ona görə də bu mənə kifayət edir. Və daha əvvəldə sizə göstərdiyim Rudianın bu dodaq nəmləndiricisi. Dodaqlarla başlayaq elə. Bunu tək sevmədiyim şeyi əlimi içinə salıb götürməli olmağımdır. Tək sevmədiyim şey budur. Amma qoxusu, mentolluğu, rəng verməyi, nəmləndirməsi məni qane edir. Yeri gəlmişkən sizlə bu yaxınlarda başımıza gələn bir hadisəni bölüşmək istəyirəm. Bəlkə siz mənə köməklik eləyərsiniz bu barədə. Deməli, biz artıq bu evimizdə 6 aydır yaşayırıq və 6 ayın ilk 2-3 ayı hardasa bizim üst qonşudan bizə səslər gəlirdi. Hansı ki, bu tappıltı səsləri idi. Amma bilirsiniz necə izah eləyimsə, sanki bir uşaq dayanmadan səhər, günorta, axşam, gec saat 2-yə, 3-ə qədər hətta dayanmadan o başa qaçır, bu başa qaçır. Biz düşündük ki, bu kiçik addım səsləri yəqin ki, uşağa aiddir və biz qonşuya heç bir irad bildirmədik, heç komendata da bu barədə məlumat vermədik. Çünki uşağın olmağı normaldır, hamının evində uşaq var və uşağa dayan, qaçma, bir yerdə dur demək mümkün deyil. Bu başa düşülən məsələdir. Amma bir müddət əvvəl, hardasa 2 ay əvvəl bu səslər birdən-birə dayandı və ümumiyyətlə bu səsləri eşitmirdik. Elə bilirdik ki, bu səslər artıq olmayacaq və bu böyük ehtimal nəsə qonaq idi və s. Yəni hər cür ssenari yazırdıq ta ki yoldaşım səhvən bir mərtəbə yuxarı qalxana qədər. O liftdə sizcə nə görsə yaxşıdır? İndi isə gedim yemək hazırlayım. Qızlar, biz evə gəldik. Kamran indi arxa fonda krantı düzəldir. Mən də burada onun üçün yemək hazırlayıram. Həm onun üçün, həm də özüm üçün. Eyni zamanda sabah işə aparacaq bu yeməyi. Düzü çoxdan da bu yeməyi hazırlamaq istəyirəm. İndi reseptinə baxacağam, görüm asandırsa hazırlayacağam və evdə bütün hər şeyi varsa. Ona stres sayağı toyuq hazırlayacağım. Səhv eləmirəmsə buna göbələk, soğan, bibər, pomidor. Ay. Lay. Deməli, buna nə gedir? Baxmadım videoya heç. Bibər gedir. Sarı bibər, qırmızı bibər, amma məndə yaşıl bibər var. Sadəcə onu istifadə edəcəm. Toyuğun döşətini baharatlayır. Daha sonra qabda saxlayır. Biraz soğan çayla göbələyi qovurur. İçərisinə pomidor, bibər və s. atır. Biraz qaymaq, sonra toyuğun üzərinə yerləşdirir. Sonunda da üstünə Holland pendiri. Başlayaq.
Deməli, ilkin ləvazimatlarımız bunlardır. Bir ədəd bibər, 2 dənə pomidor. Bunları gözə yarıb etmişəm. Toyuğun reçetini dünəndən qoymuşdum aşağı ki, don açılsın. Bu da şampiyon göbələyimiz. Bir ədəd soğan bəsdir. Qaymaq da Millan qaymağıdır. Bu gün səhər yemək üçün çıxartmışdım. Hə, harda qalmışdıq? Deməli, yoldaşım səhvən bir mərtəbə yuxarıya qalxmışdı və təkcə aşağı düşmək istəyəndə görüb ki, bizim üzərimizdə yaşayan mənzil tərəfdən 2 nəfər böyük və yanlarında da bir dənə it var. Hələ də təcrübli yerinə gəlib çıxmamışıq. Deməli, yoldaşım başa düşdü ki, həmin an bu itdir, demək ki, itin ayaq səsləridir və bizi həqiqətən də bu qədər vaxt narahat edən şey heç də uşaq deyilmiş, biz də altdan alırmışıq. Demirəm, hər kəs evində it saxlaya bilər, it, pişik. Bu onların şəxsi seçimidir, amma qonşulara narahatçılıq yaratmayacaq şəkildə bunu eləməlidirlər. Mənə elə gəlir ki, bizim binada divarlar nazikdir deyə səslər daha çox yayılır. Yoldaşım həmin xanımlarla kontakta girmək istəməyib, ona görə də komendantla əlaqə saxladı və dedi ki, bəs bizim üstümüzdə qalan qonşu deyəsən it saxlayır və biz səslərdən çox narahat oluruq. Hətta evdə demək olar ki, televizora belə yüksək xoddan qulaq asmalıyıq. Xahiş elədik ki, həmin qonşu ilə danışsınlar və ortaq bir yol tapaq. Komendant dedi ki, yaxşı əlaqə saxlayaram və üstündən bir müddət sonra komendant özü də böyük bir təəccüblə bizi zəng elədi. Təəccüblə zəng eləmiş deyirəm, çünki yoldaşım da telefonla danışanda çox təəccüblənirdi və mən də burada həyəcanlanırdım ki, görəsən o nə deyir telefonda. Nəysə ki, telefon danışığı bitəndən sonra mən soruşdum və mənə yoldaşım dedi ki, bizim üzərimizdəki mənzildə yaşayanlar əslində qoca qadınla kişi imiş, yəni onların tappıl səs çıxartmaqları belə mümkün deyil. Amma biz o səsləri eşitdiyimizdən əmin idik və həqiqətən də həmin an çox böyük təəccüb hissi bizdə oyandı. Çünki ağlımıza min bir ssenari keçdi. Təsəvvür belə eləyə bilməzsiniz. O səs bir müddətli yox idi, amma təəssüf ki, dünən təkrar biz o səsləri eşitməyə başladıq. Yoldaşım qalxdı yuxarı ki, həmin qonşuya getsin desin ki, bəs belə bir hadisə baş verib, bu nə məsələdir? O isə təəssüf ki, qapını açmadı. Bəs siz nə düşünürsünüz bu haqda? Qızlar, deməli sizə Kamranın sənət əsərini göstərmək istəyirəm. Əvvəlkini çıxartdı, yenisini quraşdırdı. Çox keyfiyyətli görünür. Ümid edirəm ki, uzun bir müddət gedər. Başı belədir. Bunu sizə göstərim, bəlkə model olaraq kimsə axtarırsa. Həm belədir, həm də belə fırlayanda belədir. Başını belə fırlatmaq olur ki, bu əslində o qədər də ehtiyaclı bir şey deyil, amma yenə də olmaq da yaxşıdır. Belə bizdə nisbətən hündürdür, amma ətrafa saçılmır, çünki bura dərindir bizdə. Belə, indi yanına deməli qab yumaq üçün vasitəmi qoyuram. Bu arada bunu bazar stordan yeni evlənəndə almışdım. Belədir, üstünə basırsınız və oradan azca çıxır və daha ekonom istifadə edirsiniz. Amma bunu dəyişəcəm. Trendyolda indi daha qəşəng modellər görmüşəm. Onlardan sifariş edəcəm. Həm əl yuyanı, həm də qab şampununu bir yerdə istifadə etmək üçündür. Bu arada sizə, əgər görməmisinizsə, mənim də dadına baxın, fikrimi də sizlə bölüşəcəm. Nigul Asker adında food blogerdən gördüyüm bu möhtəşəm, möcüzəvi deyim də, möcüzəvi sabun. Sabun deyirəm, amma əslində sabun deyil. Kamran, bu material nə idi? Soğan, balıq, nə bilim, toyuq, istənilən sevmədiyiniz, ümumiyyətlə xoşa gəlməyən qoxuların işinizi görün, əlinizi rahatca bulayın. Daha sonra gəlin bununla biraz əlinizdə fırladım belə. Düzdür, biraz belə təbii ki, sabun kimi gözləməyin ki, əldə belə rahat gedəcək. Görürsünüz, biraz çətinlikdir. Amma suyun altına əlinizə 1-2 dəfə belə eləyən kimi o qoxu yoxa çıxır, həqiqətən. Yeməyimiz də hal-hazırda bişir. İnşallah dadlı olar. Kamran böyük həvəslə gözləyir bu saata qədər ki, bu yemək hazırlanacaq və onu yeyəcək. Saat 10'un yarısı. Saat 10'un yarısıdır. Kamran yemək saat normalde 8'dir. İndi acından ölür. Deməli qızlar, shortsda artıq bunun açılım videosunu çəkmişəm, paylaşmışam. Keçid eləyib ona da baxa bilərsiniz. Açıqlama qismində də linkini qoyacağam. İndi isə gəlin onu görməyənlər üçün yenə də belə ətraflı, söhbətli göstərim sizə. Deməli, baxın belə çox tünd və acı qəhvə tonundadır. Çox qəşəngdir, çox bəyəndim. Əynində oturuşunda mütləq şəkildə videoya çəkib sizinlə paylaşacağam. Bu vlogda olmasa belə mütləq hər hansı bir gün işə geyinəndə və yaxud da gəzməyə geyinəndə əynimdə görəcəksiniz. Qollar da belədir. Şəkli onsuz da buraya yerləşdirirəm, baxa bilərsiniz. Belə. Biz də bununla demək olar ki, eyni rəng tonlarında çox
çox az fərqlənən tonda belə bir çanta sifariş etmişəm. Çantaya bayıldım. Onsuz da şəklini görən kimi bayılmışdım. Düzdür, böyük çanta gün ərzində çox da istifadə eləməsəm də orada var məndə 2-3 dənə, amma istifadə eləmirəm. Yenə də buna o qədər aşiq oldum ki, istədim ki, alım. Belə bu çantanı da aldım. Belə bunun balaca kaşlok yeri də var. Çox şirin, çox bəyəndim. Bunu qəhvəyə botlarla kombin eləsək möhtəşəm olacaq. Məhsulda baxın, bu Maybelline-in qaş karandaşıdır. Məndə əvvəl L'Oreal-ın qaş karandaşı vardı, onu çox bəyənirdim, amma mənim rəngim artıq yoxdur Trendyolda. Burada da heç tapa bilmirəm düzü. Ona görə də Maybelline-in Black Brown. Əslində boz rəngdədir demək olar ki, belə bir rəngini almışam. Bir tərəfi belə fırça formasıdır. Fırçası özdə keyfiyyətlidir. Sadəcə mən belə düz fırçalar ancaq qaşı daramaq üçün istifadə edirəm. Gel falan üçün mütləq şəkildə yanakı fırça olmalıdır. Qaşınız əgər mənimki kimi tünd rənglərdədirsə, bunu ala bilərsiniz qorxmadan. Deməli, belə aplikatoru var və bir dəqiqə bağladım. Belə açılır. Ümumi uzunluğunu da göstərim. İndi əlimdə də swatchlayım baxaq. Baxın, əlimdə də swatchladım. Qəşəng rəngi var. Yəni mənim qaşımdan heç seçilməli demək olar. Qızlar, o qədər gözəl qoxusu var ki, görüntüsünü demirəm. Bəlkə də qabda sizə biraz çirkin gələ bilər, amma məncə çox gözəl qoxur və çox gözəl də görünür. Dadına baxın, fikrimi də sizlə bölüşəcəm. Qızlar, dadı möhtəşəm olmuşdu. Mütləq siz də sınamalısınız. Göz haqqınızı isə halal eləyin. Videonu sonacan izlədiyiniz üçün təşəkkür edirəm. Mənə dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın.